Salam uşaqlar, necəsiniz? Tərs. Deməli uşaqlar baxın. Gördüyünüz bu mənim Nivamdır. Daha doğrusu bizim Nivadır. Atam maşınıdır. Biz bunu satırıq demək. Real bir arız olsa inşallah satmağı fikirləşirik. Demək maşın 2006-nın injektor, gidravlik rol, yəni yumuşaq roldur. Maşınıdır. Heç bir yerində vuruq, qutar, söhbət ola bilməz. Təkərlər təzə. Ondan sonra sağlamı bax belədir. Biraz tozlu ola bilər, üzrə hesab edəcəksiniz. Arxa rimenləri falan hər şey qaydasındadır. Maşının bütün sənədləri də qaydasındadır. Maşın qiyməti 6000 deyil, 6000. Real azca indirimdə olacaq. Ciddi fikir olanlar zəhmət olmasa narahat etsin. Maşının ətrafı bu formadadır. Bütün hər şey qaydasındadır. Taraflar falan, radiator, maska sistemi falan hər şey qaydasında işləyir. Rimenlər dediyim kimi qaydasındadır. Burada bu sidenkalar Opel sidenkalarıdır. Buradan yəni belə olmuş sonra açılır yəni. Belə olmasa açılmaz. Yəni bunu eləməlisən sonra işləməlidir. Başqa sizə nə deyə bilərəm? Məsələn, başqa yəni maşında problem yoxdur. Ban, hər şey tam qaydasında. Bunlar hamısı işlək vəziyyətdə. Diğeri də bu da eyni, yəni işlək vəziyyətdədir hamısı. Dediyim kimi 2006 Dubai gidravlik Nivadır. Kəmərlər falan hər şey yanılı söndürən, hər şey qaydasındadır. Təkərlər içi ilə bu qədər. Yəni qaz, pedal hər şey işləyir. Yerli yerində qaydasındadır. Təkərlər falan hamısı təzədir. Bax, təkər var. Təzəliyini görə bilərsən o təkəri. Görə bilərsiniz, təzə təkərdir. Disk qara diskdir. Qara disk. Təvəz bilirsiniz ki, canavar olur. Benzin bakı falan, şey qaydasındadır. Nömrə də üstündədir. Hələ ki, üstündə satmaq fikrimiz var. Maşın belə deyim, duruşu yaxşıdır. Yəni heç bir problem olmayan bir maşındır. İnşallah real nömrəni də qeyd edəcəm. Real alıcıya endirimdə olacaq. Ətraflı bir də çəkim ola bilsin. Yaxşı düşmədi. Bax. Gördüyünüz kimi. Burada da qara təkər. Biraz onlardan fərqli. Çünki bu təkər partlamışdı. Onu dəyişmişik zaposk təkər. Bunlar da hamısı təptəzə təkərlərdir. Qara raydı. İçində buradan da çəkeyim. Belə. Gidravlik adlı bu yəni yumuşaq oldu. Priborzlar bunlar hamısı işləyir. Bu bilirsiniz bu benzin priboru elə bir işləmir. Benzin priboru onu bir də alan şəxs özü baxıb. Bunlardır qızmacı göstərir. Rahat bu aparat priborudur, sürət priborudur. Maşın da gediş kilometri 88.444 özünüz görürsünüz.
88.444. Biz bunu alanda saysan, biz bunu alanda 75.000 kilometrede bir cəmsəndə. Biraz sürdüm ama maşın orada sürünmüyor yani. Maşın tam qəşəngdir. Nəysə uşaqlar, yazıram inşallah nömrəmi, qeyd edəcəm. Fikri olan yazsın mənə. Batıram, WhatsApp-da var nömrəmi.